Deməli, ötən dərslərimizin birində biz sizinlə bir sütunda, daha doğrusu 2 dənə sütunu birləşdirərkən necə bir sütunda yazmaq olar, onu danışmışdıq və qeyd etmişdik ki, 2 dənə düz xətt birləşdirmək üçün istifadə olunur və araya boşluq atarkən boşluqla da birləşdirəndə bu formada boşluq olaraq rahatlıqla ad və soyadı əldə eləyirik. Biz bu dəfə sizlə konkat funksiyasından danışacağıq. Konkat funksiyası ümumiyyətlə nə üçündür, niyə istifadə olunur? Yenə də bu da eyni şəkildə adları birləşdirmək üçün istifadə olunur. Amma əlverişlidirmi? Deməzdim əlverişlidir. Niyə? Çünki indi görəcəksiniz niyə görə əlverişli deyil. Tutaq gəlin bu formada biz yenidən kodumuzu run eləyək. Run eləyəndə biz görürük ki, konkat elədik, amma heç bir boşluq düşmədi, düzdür? Biz bu boşluğu necə əlavə eləyə bilərik? Biz bura hər hansısa bir dəyər falan yaza bilmərik. Ona görə də eləyəcəyimiz şey təzədən yenə bu first name-i konkata salmaqdır və bura bir boşluq əlavə etməkdir. Və yenidən mötərizəni bağlayıb yenidən bunu vergüllə ayırmalıyıq və yenidən kodumuzu run eləyək. Görəcəyik ki, eyni datanı alırıq biz əslində bundan. Amma bu kifayət qədər yəni qarışıq görsənir. Uzun siz məsələn 4-5 dənə sütunu tutaq ki, birləşdirmək istəyirsiniz. Bu formada sizi çox yorar həqiqətən. Ona görə də ən rahat üsul əslində bu üsuldur ki, zaten baxanda da sadə görsənir. Biz niyə konkatın içində konkat istifadə elədik? Əslində birinci konkatımız nə edir bizim? First name ilə boşluğu birləşdirir. Yəni Ellen və boşluq olur bu hissədə. Bu bir dənə olur söz. Daha sonrasında bu boşluqla birləşdirdiyimiz bu hissə var ha. Gəlir bunu yenidən bu hissəni elə bil ki, burdan bura qədər soyadla birləşdirir. Bu formada biz alırıq artıq full name-imizi. Amma dediyim kimi, yəni əsas əlverişli üsul, ən gözəl üsul bu üsuldur ki, hansı ki mənim sizə dediyim üsuldur. Sadəcə olaraq ümumiyyətlə, yəni bilməyiniz üçün hər hansı bir müsahibədə qarşınıza çıxar, cavablaya bilmərsiniz deyə mən bunu sizə izah etdim. İzlədiyiniz üçün təşəkkür edirəm. Növbəti videoda görüşərik.